bizim özümüzü, bayaq dedim də Samir bəy, bizim özümüzü hökumət ha istədi ki, qaldırsın, gördü qaldıra bilmədi. İndi başladı bizi yavaş-yavaş yendirir Afrikaya, o tərəfə yaparır. Amma qiymətlərimizi qaldırır, burada yazmışlar. Qiymətlərimizi isə qaldırır Avropa standartlarına. Özümüzü Afrika standartlarına, qiymətlərimizi isə Avropa standartlarına uyğunlaşdırmaq. Məsələnin digər tərəfi, məsələnin qiymət artımı ilə bağlı niyə xalq adekvat reaksiya vermir, niyə cəmiyyət bu məsələyə belə biganə yaşanır? Ümumiyyətlə, təkcə qiymət artımı deyək ki, niyə biz hər şeyi bütövlükdə sosial məsələlər, yəni Lori bir də desə, pul, maddiyyat, cib, qarın üzərində qurmalıyıq. Niyə beyin üzərində qurmuruq? Şəxsiyyət məsələsi üzərində qurmuruq. Axı insan ilk növbədə insan ilk növbədə bir mənəviyyat sahibi olmalıdır. Özünü həqiqətən də vətəndaş kimi hiss eləməlidir. Özünü doğrudan da bu vətənin daş kimi yox, vətəndaş kimi. Biri var daş, biri var vətəndaş. Vətəndaş kimi hiss eləməlidir ki, ondan sonra da artıq onun sosial məsələləri, sosial rifahı da təmin olunmuş olsun. Axı bizim bu insan, Azərbaycan insanı özünü bu ölkədə vətəndaş deyəndə elə başa düşür ki, elə ancaq bu pasportda yazılır Azərbaycan Respublikasının vətəndaşı. Vətəndaş deyəndə o nəzərdə tutur. Xeyr, o hüquqi anlamdadır, sən bu dövlətin mənsubusan. Amma mənəvi anlamda, milli anlamda sən bu ölkədə sadəcə olaraq bir daşsan. Sənin bir daşdan fərqin yoxdur. Daşdan sərt çıxmır da, düzdür. Bu faktiki belədir. Kim istəyir incisin, kim istəyir inciməsin. Amma bu faktiki belədir. Nə etmək olar? İndi mənim danışmağımdan, sizin danışmağınızdan, ayrı-ayrı fəalların, məsələn, yüzlərlə, minlərlə insanın danışmağı ilə burada nə dəyişəcək ki? Heç nə dəyişən deyil. Əgər bir kütlə ki, doğrudan da öz aqibəti ilə bu razılığı yaşayırsa, nə dəyişəcək? Bugünkü gündə hər bir Azərbaycan vətəndaşı özünü, Azərbaycan vətəndaşı özü deyir ki, bu vətəndaş dediyimiz şəxs özü deyir ki, falan hakim pul aldı, işi bağladı. Prokuror pul aldı, işi bağladı. Polis də pul aldı, işi bağladı. Niyə bu sözü asanlıqla dilə gətirə bilir? Niyə deyə bilir bu sözü? Çünki Azərbaycanda rüşvətxorluq, Azərbaycanda korrupsiyanın ayrı-ayrı elementləri və ələxüsusda rüşvət növündə olan elementi çoxdan ənənəyə çevrilib, çoxdan institutlaşıb və bunun da özü mahiyyət etibarilə cəmiyyətin özündən qaynaqlanır. Onun ictimai şuurundan, düşüncəsindən, təfəkküründən qaynaqlanır. Çünki niyə? Ayrı-ayrı hakimiyyət strukturlarında, hüquq mühafizə orqanlarında çalışan bütün şəxslərin hamısı bu cəmiyyətin mənsublarıdır. Bu cəmiyyətdə yetişən ailələrdən çıxıblar, onlar da tərbiyə alıblar. Bir önəmli məqamı sizin diqqətə çatdırmaq istəyirəm. Bir bəyənmə şəhəri deyim dostlara deyilsin, Samir bəy, icazə verirsən. Buyurun, əlbəttə ki, buyurun. 500-ə yaxın efirdə izləyici var. Bir xahişim bu bəyənmə işarəsinin vurulmasıdır. 282 bəyənmə. Bu işarəni mütləq vurun da, bunu incitməyin. Bu veriliş qutarına qədər 600-ü keçməliyik ki, bizim yayımlar qalxa bilsin. Biz bu 600-ə çeyib çatmayanda bizi YouTube önərməyə çıxartmır. Qoymur qabağa gedək. Üstəcə spamlar, yəni bizdən olan şikayətlər bizim işimizi biraz da geri atır. Amma biraz belə getdik. Yəni nə olacaqdır? Az baxışı olsa kim udacaq burada? Yenə hökumət udacaqdır. Ona görə də hər kəsdən xahiş edirəm, efirə girdin qardaş, qoşuldun, baxdın, bir işarəni bir daha işarə atdıq, vurdun işarə var. Ondan sonra ya Allah, başda gedən qulaq asma var da. Kim nə deyir ki? Deyirəm qulaq asma. Maşallah, deyən kimi qalxır. Deməli, vətəndaş izləyir, amma yadından çıxardır onu ki, biz bunu eləməliyik. İcazə ilə davam eləmək istəyirəm. Buyurun. İnsan hüquq və azadlıqlarının ölkədə təmin olunması məsələsindən danışmışkən nəzərinizə çatdırmaq istəyirəm əsas məqamları. Bilirsiniz, insanların həqiqətən də böyük bir hissəsi xəbərsizdirlər. Elə bilirlər ki, həqiqətən də Azərbaycanda doğrudan da insan haqlarına həssaslıqla yanaşan bir hakimiyyət var. Amma elə deyil. Mən bəzən yox, elə artıq belə düşünməyə başlayıram ki, burada Azərbaycanda bir soyuq müharibə gedir. Haqqını, hüququnu Kimlərin arasında? Hakimiyyət mənsubları ilə, vətəndaş arasında böyük bir soyuq müharibə gedir. Və bu müharibənin mən analogunu fikirləşə bilmirəm, görə bilmirəm. Yəni, qlobal səviyyədə də belə düşünə bilmirəm ki, yəni bunun analogu görəsən harada var? Biz elə ən yaxına baxıq elə. Nə Ermənistanda, Gürcüstanda, bunun mən analogunu, mən təzahürlərini, nümunələrini mən görə bilmirəm. Yəni, biz nəyə görmək istəyirəm? Ən azından orada görüb də təsəlli almaq istəyirəm ki, bu halımıza ən azından bir şükür edeyim ki, yəni, heç olmasa orada yaşamırıq, Azərbaycanda yaşayırıq. Mən bir neçə gün bundan əvvəl Ombudsman aparatında olmuşam. Elə vaxtını dəqiq deyim, bazar ertəsi gün olmuşam Ombudsman aparatında və ondan əvvəl də
bizi şəxsən qəbul etməsi üçün xanım Səbinə Əliyevaya müraciət ünvanlamışam. Məktubla müraciət eləmişəm. Hansı işlə bağlı? Bu İmişdə itən uşaqla bağlı müraciət ünvanlamışdım ki, orada vəzifəli şəxslərin yol verdiyi kobud hüquq pozuntularına hüquqi qiymətin verilməsi təmin olunsun. Baxın, mən sizə elə bir faktları burada açıqlayacağım ki, bunlar həm məlum olandır, həm də dəhşət saçandır. Bunları zaman-zaman xatırlamağa bir gərək var, ehtiyac var. Mən oldum Ombudsman aparatında, bu vətəndaş qəbulu mərkəzində. Monitorda əks olunub orada Azərbaycan Respublikasının İnsan Hüquqları Müvəkkilinin qəbul günləri. Bazar ertəsi və cuma axşamı. Saatlar da qeyd olunub, saat 10-dan 13:00-a qədər. İndi təbii ki, hər dəfə Ombudsman aparatına gedərkən orada bir Ombudsman nümayəndəsi gəlir, vətəndaşı qəbul edir və tələb edəndə ki, Ombudsman gəlsin bura, mən Ombudsmanla görüşmək istəyirəm. Artıq bu neçənci dəfədir. Ombudsman yerində yoxdur. Bu ölkənin insan hüquqlarının müvəkkili, insan hüquqları müvəkkili Ombudsman Səbinə Əliyeva artıq neçənci dəfədir ki, yerində yoxdur. Ələlxüsusda qəbul günü yerində yoxdur. Monitoru göstərirəm nümayəndəyə, Ombudsman nümayəndəsinə, aparatın nümayəndəsinə göstərirəm ki... Ümumiyyətlə, Samir bəy, Ombudsmana ehtiyac var. İndi mən deyəcəm ehtiyac yoxdur. İndi deyəcəm, əsaslandıracam onda. Monitoru göstərirəm. Deyirəm ki, bazar günü, bu gün Ombudsmanın qəbuludur. Deyir, elə bir şey, elə bir məlumat yoxdur. Kim deyir onu sizə? Elə bir şey yoxdur, deyir. Yəni, bizim özümüzdə elə bir məlumat yoxdur. O, tamamilə yalan bir... Deyirəm, necə yalan məlumatdır? Monitorda əks olunub. Deyir ki, mən onu göstər. Özü xəbəri yoxdur. Gəlir, bax, mənlə bu şəkildə, bu vəziyyətdə, belə monitora baxır. Bax, orada yazılar da çox hassas da gəlir. Görür ki, Azərbaycan Respublikası İnsan Hüquqları Müvəkkilinin qəbul günü. Çağırır digər əməkdaşını. Digər əməkdaşı, bu mərkəzin əməkdaşları var. Bəli. Onları soruyor ki, bunu bura kim yazıb? Yox da. Bunu bura kim yazıb deyir. İndi mən belə bir vəziyyətdə, mən bədbəxt, mən nə edim mən? Əgər bu ölkən Ombudsmanın yerində yoxdur, Ombudsman yerində yoxdur, mən nə edim mən? Kimdən kimə gedim mən şikayət edeyim? Kimdən kimə gedim mən yazım? Estağfurullah. Mənə o səlahiyyət verilib. Mənə o vəzifə verilir. Verin o vəzifəni mənə, pul da istəmirəm, para da istəmirəm. Qoy gedim mən işimi görüm də. Amma bu yaxşı maaş alır. Mən bilən 3 min manatdan çox maaş alır. Aylıq maaşı. Ombudsman haqqında qanunda bunun konkret olan maaşı əks olunur. Göstərilir orada 3 mindir, 3 indi ondan da çox maaş alır. Mən bunu o adama faktiki göstərirəm, bir o məlumat orada deyir səhvdir. Bu məlumat burada səhvdirsə, bəs bu burada oturmuş gözü körlər hara baxır be? Niyə o məlumatı götürüb dəyişdirmirsiniz? O marketlərə oxşur da, birdən görsən yazır ki, endirimdir. Endirim alsan, gelsən Mənim qabağıma deyirəm, dövlət qulluqçusu gəlməməlidir. Mən sən neyirəm burada? Sən dövlət qulluqçusan da, sən aparatın işçisən. Amma Ombudsman dövlət qulluqçu sayılır axı. Ombudsman dövlət qulluqçusu deyil, siyasi cəhətdən məsuliyyəti yoxdur. Amma belə bir anlayış da var da, hökumət ombudsmanıdır bu. Bu Səbinə Əliyeva hökumət ombudsmanıdır konkret olaraq yəni. Tabii ki, başqa cümlələr olur. Bir ombudsman ki, bu ölkədə baş vermiş ən böyük ictimai əhəmiyyət kəsb edən və siyasi xarakter daşıyan, hüquqi nihilizmi özündə ifadə edən və etibar edən tərtər işlə bağlı bir kəlmə danışmayıb. Hesabatlarda yoxdur. Milli Məclisdə bununla bağlı heç bir məruzəsi də yoxdur. Heç bir şey yoxdur. Nigeriyada 6 adam avtobusdan düşüb avariya eləyəndə, qəzada öləndə buradan baş sağlığı verirlər. Mən bəli. Bunların elə bir misidədir bunlar. 6 nəfərə anlatmadı. Burada zorlanıb, Ombudsman özürlüsü bu ölkədən necə aparır? Bir qeyri-hökumət təşkilatı kimi. Elə bir ictimai təşkilatdır. Bunları qrant ayırırlar. Bunlar da gedir, məsələn, ya Nigeriyada, ya Cibutidə nəsə bir hadisə olur. Onlarla bağlı hansısa bir humanitar sosial layihələrdə iştirak edirlər. Bakı Dövlət Universitetindən gəlirlər, tələbələr dinləyirlər, hüquq faktorları. Bu mənim nəyimə lazımdır. Sənin işindir o, yəni. Sən ki, burada tələbələrin məruzəsindən qulaq asırsan. Mən sənə müraciət eləmişəm ki, ölkədə bir uşaq itib. Yəni, az yaşlı bir uşaqdan söhbət gedir. Yəni, görün bunun axarı hara gedib çıxır. Sən bununla maraqlanmaq əvəzinə, dərhal bunu icraatdan götürmək əvəzinə, götürürsən bir dənə məktub yazırsan, baş prokurorun özü birinci müavininə, xahiş edilir bu məsələləri araşdırın, nəticəsi haqqında bizə məlumat verir. Bu gün Ombudsman aparatı Azərbaycanda, Ombudsmanın özü hətta deyərdim sizə, bir kuryer rolunu oynayır. Bir Ombudsmandır. Mən buna məktub göndərirəm, bu məktubu göndərir əlaqədar dövlət qurumlarıdır da, prezident aparatında baş prokurorluq da cavab verəndə ki, bunlara cavab verəcək ki, müraciətimiz bizə daxil olmuşdu. Bununla əlaqədar olaraq nəzərinizə çatdırmaq istəyirik ki, qeyd olunan məsələ ilə bağlı tərəfimizdən araşdırma davam etdirilir. Bu da cavab.
Və yəni sənin rolun nədən ibarətdir? O məktubu mən ora da yazsam eyni cavab alacağam. Əgər sənə də yazıb mən eyni cavab alıramsa, bu ölkədə ombudsmanın rolu nədən ibarətdir? Niyə var bu adam? Nəyə görə var? Fəaliyyəti nədən? Onun mənə fayda bir adam ki yerində yoxdur. İş vaxtı bu adam xidməti yerində yoxdur. İndi burada yazırlar ki, Samid bəy, bəlkə deyir o xanımdır. Bəlkə səhər durur, ev eşiyi silir, təmizləyir. Azərbaycan Respublikasının insan hüquqları müvəkkili yeganə şəxsdir ki, ümumiyyətlə, mən belə bir şeyin ümumiyyət analığında görməmişdim. Yeganə şəxsdir ki, ombudsman bu ölkədə cərimələnir. Ombudsman cərimələndi də, xəbərimiz yoxdur. Kim cərimələdi? Ramiz Mehdiyevin bu nəvəsinin toyunda. Hə. 2020-ci və koronavirusdan bəli. Siyavuşun yanı. Bəli. Bunlar bütün qanunları, qadağaları şamil elədilər xalqa, amma özləri təmtəraqlı şəkildə getdilər, oynadılar toyda. Hə, o vaxtı ilk dəfə onun paltarının bahalığı, Bəli. 400 manat cərimə olundu. Kim deyirəm? Polis tərəfindən. Polis tərəfindən. Bu ölkədə polis ombudsmanı cərimələyirsə, polis ombudsmanı cərimələyirsə, biz ombudsman hansı fəaliyyətlə söhbət edəcək? Nələr alacaq biz? Hansı insan hüquqlarının qorunmasında fəal iştirak edə bilər? Nə edə bilər? Bunun mənə faydası nədir? Ombudsman özü ki, Nazirlər Kabinetinin karantin rejiminin tətbiqi haqqında qərarından xəbərdar ola, o qərarı kobudcasına pozur. Yəni bu millətə aşağıdan, yuxarıdan aşağı çox baxır. Özünü məmurlardan fərqləndirmir, özünü seçilmişlərdən fərqləndirmir, təyin olmuşlardan fərqləndirmir. O ombudsmanı Azərbaycan xalqına, Azərbaycan insanına hansı yararı, hansı faydası ola bilər? Mənim bu fikrimdə qərəz yoxdur.